Qoç bürcü. Son vaxtlar özünü itirmiş və ya diqqətini hara yönəltəcəyini bilməyən qoç bürcülərini yaxşı xəbərlər gözləyir. Məqsədlərinizi və prioritetlərinizi müəyyən edə biləcəksiniz və çox şey aydın olacaq. Çoxdankı planı həyata keçirmək üçün fürsət yarana bilər və bu işdə sizə kömək edəcəyini gözləmədiyiniz insanlar ola bilər. Başqalarının tapşırıqlarını yerinə yetirməyə keçməzdən əvvəl, günün ilk yarısında öz ideyalarını həyata keçirməyə diqqət yetirənlər üçün işdə uğur qazanmaq daha asan olacaq. Şərait buna mane olarsa, gündəlik işləri başqasına həvalə edin və təxəyyülünüz üçün biraz daha geniş imkanlar təklif edən işlərə diqqət yetirin. Yaxınlarınızla münasibətlər yaxşılaşa bilər. Əgər əvvəllər heç kimin dilə gətirməyə cəsarət etmədiyi nöqsanlar, gizli şikayətlər və ya şikayətlər səbəbindən ünsiyyət çətin idisə, bugün sizə bütün bunları həll etməyə imkan verəcək. Bu həm də təşəbbüsü ələ keçirmək üçün yaxşı gündür. Məsələn, bir tarixdə sevdiyiniz şəxsdən soruşaraq. Boğa bürcü. İşdə çətinliklər mümkündür. Bugün tabeçiliyində olanlar həmişə onlardan tələb olunan etməyə hazır olmayan boğa bürcü idarəçiləri üçün xüsusilə çətin ola bilər. Bu insanları cəlb etmək və ya onları motivasiya etmək üçün bir yol tapmaq üçün səy göstərəcək olacaqsınız. Heç kimi idarə etmədən, başqasının əmrini yerinə yetirmədən müstəqil işləyənlər üçün daha asan olacaq. Bu boğa idarəçiləri çox tez həyata keçirə biləcəkləri çox yaxşı ideyalar irəli sürə bilərlər. İş dəyişikliyi və ya uzun müddətli tərəfdaşlığın başlanması ilə bağlı danışıqlarda irəliləyiş ehtimalı var. Son zamanlar düzgün mövqe tutduqlarından əmin olmayan bu bürcüdən olanlar özlərini daha inamlı və sərbəst hiss edəcəklər. Bu, çox nəzərə çarpacaq və çoxlarının onları komandalarına əlavə etmək istəməsi təəccüblü deyil. Gün ailə məsələləri və dostlarla görüşlər üçün münasibdir. Siz qohumlarınızı ziyarət edə bilərsiniz. Nəinki gözəl vaxt keçirəcəksiniz, həm də maraqlı bir şey öyrənəcəksiniz. Günortadan sonra boğa sevənləri romantik sürprizlər gözləyir. Əkizlər bürcü. Yadınızda vacib bir şey var? Sonra səbr etməyə hazır olun. Çətin ki, bugün hər şey öz yerinə düşəcək. Məqsədinizə çatmaq üçün səy göstərməli olmanız ehtimalı daha yüksəkdir. İlk uğursuzluqdan sonra təslim olmayan əkizlər ən cəsarətli planlarını həyata keçirə biləcəklər. Əvvəlcə müstəqil hərəkət etməlisiniz. Biraz sonra baxışları və maraqları bir çox cəhətdən sizinkinə bənzəyən insanlar kömək təklif edəcəklər. Hətta yeni dostlar da tapa bilərsiniz. Dəqiqlik, diqqət və təfərrüata diqqət tələb edən tapşırıqlar çətin ola bilər. Hər hansı mühüm sənəd üzərində işləməyi planlaşdırırsınızsa, hər şeyi nəzərdən keçirmək üçün çox vaxt verin. Şəxsi həyatınızda vəziyyət tamamilə fərqli olacaq. Burada müsbət tendensiyalar üstünlük təşkil edəcək. Dostlarla görüşlər son vaxtlar bir qədər sıxıntı hiss edən əkizlər üçün böyük sevinc olacaq. Və ilk baxışdan sevgiyə inanmayan bu bürcdən olanlar, sevginin həqiqətən mövcud olduğunu öz gözləri ilə hiss edə biləcəklər. Hərçəng bürcü. Müxtəlif insanlarla müzakirə edəcək çox şeyiniz olacaq və hamı ilə tez əlaqə qurmağın yolunu tapa bilməyəcəksiniz. Xüsusilə həssas xərçənglər bir neçə tənqidi şərhlə qarşılaşacaqları üçün günün ilk yarısında əsəbiləşə bilərlər. Bununla belə, dərhal əlaqə quracağınız insanlar da olacaq. Belə insanlarla ünsiyyət tez bir zamanda əhvalınızı yüksəldəcək və tezliklə həyata keçirə biləcəyiniz maraqlı ideyaları ilhamlandıracaq. İşlə bağlı məsələlərin müzakirələri kifayət qədər gərgin olacaq. Argumentləriniz əvvəlcə rəqibləriniz üçün inandırıcı görünə bilər. Lakin biraz sonra hamı sizin haqlı olduğunuzu başa düşəcək. Mümkündür ki, günün sonuna qədər əvvəllər sizin ideyalarınıza şübhə ilə yanaşan insanlar onların həyata keçirilməsində kömək təklif edəcəklər. Bir çox hərçənglər çox xoş axşam keçirmək imkanı əldə edəcəklər. Bəziləri romantik səfərlərə gedəcək, bəziləri isə ən yaxın adamları üçün evdə kiçik şənlik təşkil edəcək. 0. Şir bürcü. O günlərdən biri ki, çox işiniz var və oturmağa vaxtınız yoxdur. Bir anda bir neçə çətin məsələni həll etməli ola bilərsiniz və çətin ki, kimsə kömək edə bilsin. Bununla belə, maneələrlə qarşılaşanda geri çəkilməyəcəksiniz və hədəflərinizə çatacaqsınız. Ətrafınızdakilərin reaksiyalarına diqqət yetirin. Çox güman ki, paxıllığını gizlədə bilməyənlər tezliklə sizə zərər verməyə çalışacaqlar. Bununla belə, uğurunuza həqiqətən sevinənlərlə ortaqlığa nail ola bilərsiniz. Günün başlanğıcı çətin olacaq.
Lakin zaman keçdikcə müsbət tendensiyalar güclənəcək. Akademik uğur, həmçinin məlumat toplamaq, faktları yoxlamaq və müxtəlif variantları müqayisə etməyi tələb edən məsələlərdə irəliləyiş ehtimalı var. Maliyyə məsələləri həll oluna bilər. Ancaq emosiyaların sizə təsir etmədiyinə və sağlam düşüncənin rəhbər tutulduğuna eminsinizsə, şəxsən sizin üçün vacib olan bütün görüşlər və söhbətlər günortaya planlaşdırılmalıdır. Bu zaman ünsiyyət üçün xüsusilə əlverişli olacaq. Başqalarından nə istədiyinizi daha yaxşı başa düşəcəksiniz və onlar sizi qəbul etməyə daha çox hazır olacaqlar. Qız bürcü, günün ilk yarısında tələsməməyə çalışın. Bu zaman qız bürcündən, xüsusən də mühüm planları olanlardan əlavə diqqət tələb edir. Təəssüf ki, öz məqsədlərinə çatmaq üçün sizdən sadəcə istifadə edən insanlara güvənərək ciddi səhv və ya pis qərar vermək riski var. Hər şeyə tənqidi baxmaq və ən çox qəbul edilənləri belə sorğulamaq bacarığı bu zaman çox faydalı olacaq. Həmkarlarla fikir ayrılıqları və rəhbərliklə mübahisələr mümkündür. Siz belə hallar üçün çox narahat olmayacaqsınız və bu tamamilə ağlabatandır. Hər halda tezliklə ümumi dil tapıb hər şeyi həll edə biləcəksiniz. Ümumiyyətlə, günün ikinci yarısı əlverişli olacaq. Bu, əvvəllər başlamış layihələri uğurla başa çatdırmaq, sizi və yaxınlarınızı uzun müddət narahat edən məsələləri həll etmək imkanı verəcək. Bu axşam əyləncəli bir tədbirdə iştirak etmək, dostlarınızı dəvət etmək və ya ailə şənliyinə ev sahibliyi etmək istəyə bilərsiniz. Bəzi qız bürcüləri sevdiklərini uzun müddət yaddaşlarda qalacaq, romantik bir hədiyyə ilə təəccübləndirməyin yolunu tapacaqlar. Tərəzi bürcü, gün iş üçün əlverişli olacaq. Təcrübəniz və bir neçə nəfərdən ən sadə və effektiv həlli tez seçmək bacarığınız sayəsində başqalarının uğursuz olduğu yerdə siz uğur qazanacaqsınız. Bəzi tərəzilər həmkarlarının səhvlərini düzəltməli və ya rəhbərliyin nəzarətsizliyinin nəticələrini aradan qaldırmalı olacaqlar. Bu asan olmayacaq, ancaq bu cür işlərin öhdəsindən gələcəksiniz. Bu işdə sizə kömək edən insanlar, nəhayət, həqiqi dostlar olmasa da, ən etibarlı müttəfiqləriniz ola bilərlər. Bir iş tədbirində tanışlıq romantik münasibətlərin başlamasına səbəb ola bilər. Ola bilər ki, sürətlə inkişaf etsin. Bununla belə, emosiyaların təsiri altında başınızı itirməyəcəksiniz və ya axmaq bir şey etməyəcəksiniz. Bugün ilk görüşlərinə gedən tərəziləri parlaq gün gözləyir. Gözlənildiyindən də yaxşı keçəcək. Yaxşı alış-veriş mümkündür. Ən yaxşısı günün birinci yarısında avadanlıq və alətlər almaqdır. Daha sonra sevimli kiçik əşyalar və yaxınlarınız üçün hədiyyələr seçmək üçün yaxşı vaxtdır. Əqrəb bürcü, maddi durumunuza fikir verin və ümumiyyətlə pulla bağlı bütün məsələlərdə diqqətli olmağa çalışın. Bugün bütün praktiki və maddi məsələlərə çox ciddi yanaşma tələb edəcək. Bir şey satmaq istəyirsinizsə, etibarlı bir alıcı ilə əlaqə saxladığınızdan əmin olun. Böyük bir alış planlaşdırırsınız. Yalnız etibarlı insanlar və şirkətlərlə məşğul olmağa çalışın. Əks halda gün çox yaxşı keçəcək. İşdə uğur, əzmkarlıq və ixtiraçılıq sayəsində gələcək. Günün əvvəlində yaranan qeyri-adi ideyalar sonradan uğurla həyata keçiriləcək. Bu təkcə səmərəli müttəfiqlərə deyil, həm də müstəqil hərəkət edə bilən və qeyri-ənənəvi qərarlar qəbul edə bilən tərəfdaşlara ehtiyacı olanlar tərəfindən nəzərə alınacaq. Çox tezliklə maraqlı təkliflər almağınız şansınız var. Emosional vəziyyətinizi izləyin və sizə sevinc və ilham verən şeylərə daha çox vaxt ayırmağa çalışın. Nəzərə alın, bugünkü əhvalınız necə hiss etdiyinizi müəyyən edəcək. Dot. Oğatan bürcü, ünsiyyətdə kiçik çətinliklərdən və gərgin anlardan qaçmağınız ehtimalı azdır. Bugün ətrafınızda başqalarını manipulyasiya edərək öz yolunu tapmağa öyrəşmiş insanlarla əhatə olunacaqsınız. Onlara qarşı durmağın bir yolunu tapacaqsınız. Amma hamı bunu qiymətləndirməyəcək. Çox sərt və çevik olduğunuz üçün tənqid oluna bilərsiniz. Yadda saxlayın ki, belə hallarda özünüzə haqq qazandırmağa ehtiyac yoxdur. Çox tezliklə hər şeyi düzgün etdiyiniz hər kəsə aydın olacaq. Başqalarının səhvlərini düzəltmək üçün mürəkkəb məsələləri təkbaşına həll etməli ola bilərsiniz. Çətin ki, bu işin öhdəsindən həvəslə girəsiniz. Lakin ilkin uğurlardan sonra əhvalınız nəzərə çarpacaq dərəcədə yaxşılaşacaq və təslim olmaqdan çəkinəcəksiniz. Bəzi oxatanlar da tezliklə işlərində faydalı olacaq son dərəcə dəyərli təcrübə qazanacaqlar. Yaxınlarınızdan çox şey gözləməməyə çalışın.
Çox güman ki, onlar bugün öz işləri ilə çox məşğul olacaqlar ki, sizə hər hansı bir işdə kömək edə bilməyəcəklər və hətta sakitcə dinləmək üçün vaxt tapa bilməyəcəklər. Oğlaq bürcü. Çox şey asanlıqla gələcək. Çoxdan planlaşdırılan layihələri həyata keçirmək və ya mühüm tapşırıqları yerinə yetirmək üçün bundan yararlanın. Günün əvvəlində cəld hərəkət etməli olacaqsınız və hətta bunu qiymətləndirəcəksiniz. Uzun söhbətlərə və müzakirələrə vaxt itirmək məcburiyyətində qalmayacaqsınız və intuisiyanız çox düşünmədən düzgün qərarlar qəbul etməyə kömək edəcək. Tapşırıqların öhdəsindən gəldiyiniz enerji, rəhbərlikdə və peşəkar inkişafınıza cavabdeh ola biləcək digər insanlarda çox xoş təsirat yaradacaq. Həm də liderlik keyfiyyətlərini nümayiş etdirməyə dəyər. Qoy hamı görsün ki, sən təkcə müstəqil işləmək deyil, həm də idarə etmək, başqalarının işini təşkil etmək və məsuliyyət götürmək bacarığına maliksən. Ən yaxşı keyfiyyətləriniz bugün xüsusilə nəzərə çarpacaq. Çoxlarının sizinlə tanış olmaq və ya sizinlə dost olmaq istəməsi təəccüblü deyil. Dostluq və ya romantik münasibətlərin başlanğıcı mümkündür. Bunun necə inkişaf edəcəyi tamamilə sizdən asılıdır. Gününüzü planlaşdırarkən istirahət, gezinti və özünə qulluq üçün kifayət qədər vaxt ayırdığınızdan əmin olun. Xroniki xəstəliklər alovlana bilər, buna görə də profilaktik tədbirlər görməyə dəyər. Dolça bürcü. Bu ən asan gün deyil, həm də ümidsiz bir şəkildə pis deyil. İşdə problemlər, ailədə yaranan fikir ayrılıqları, işdə ləngimələr məqsədinizə vaxtında çatmağınıza mane olur. Ancaq soyuqqanlılığınızı qorusanız, hər şeyin öhdəsindən gələ bilərsiniz. Mənfi emosiyalara qarşı durmaq və onların təsiri altında mühüm qərarlar qəbul etməmək indi xüsusilə vacibdir. Öz bilik və təcrübənizin vəziyyəti idarə etmək üçün kifayət etmədiyini görə bilərsiniz. Belə hallarda məsləhət ala bilərsiniz, ancaq etibar etdiyiniz və çoxdan tanıdığınız insanlardan. Bu yaxınlarda tanış olduğunuz insanlar nə qədər mehriban olsalar da, onların qeyd-şərtsiz dəstəyini gözləmək səhv olardı. Xüsusilə yaxınlarınızla səbirli olmağa çalışın. Təəssüf ki, münasibətlərinizdə yaranan problemlər bugün daha da pisləşə bilər. Hər şeyi dərhal həll etmək mümkün olmaya bilər, amma cəhd etməyə dəyər. Bu, heç bir şeyin səhv olmadığını iddia etməkdən daha yaxşıdır. Balıqlar bürcü, detallara diqqət yetirmək və başqalarının əhəmiyyətsiz saydığı detalları qavramaq bacarığınız çox faydalı olacaq. İstənilən çağırışa ciddi yanaşmaq zəhlətökən səhvlərdən qaçmağa, pis niyyətlilərin qurduqları tələlərdən qaçmağa və bəzi mühüm işlərdə irəliləyiş əldə etməyə kömək edəcək. Məsləhət ən yaxşı niyyətlə verilsə belə faydalı ola bilməz. Bununla belə, intuisiya işarələri dəqiq olacaq və diqqət yetirməyə dəyər. Vəsvəsələr və vəsvəsələr həmişəkindən daha çox olacaq. Onlara təslim olmaq ən yaxşı halda maddi itkilərə, ən pis halda isə daha ciddi problemlərə səbəb olacaq. Odur ki, hər keçib gedən istəkləri yerinə yetirməyə tələsməyin və ən vacib məqsədlərinizi xatırlayın. Bu, yaxınlarınızla ortaq planları müzakirə etmək üçün ən yaxşı gün deyil. Xüsusən də ortaq pul və ya əmlakla bağlı olarsa. Daha az ciddi və daha zövqlü mövzulara diqqət yetirmək. Hər kəs üçün maraqlı bir layihə və ya sadə əyləncə haqqında düşünmək daha yaxşıdır.